Selamun aleyküm. Deyirəm, hər bir insan həyatda bir şeylə xoşbəxt ola bilir. Həqiqətən, yəni kimi həyatında ev alır, kimi həyatında maşın alır və 10 il bir ana yorğan xəstəsidir, ayağının problemi var. İnşallah o da bu kaliska ilə xoşbəxt olar. Yəni bu həyatın bir gedişətidir. Allah bu kömək edənləri dünya və axirətdə giriftar qoymasın. Kim maddi və mənəvi dəstək oldu bizə. Burada 2 dənə belə kəlliyimiz də var. Kimin nə qədər ehtiyacı var? Əslində heç kimin ehtiyacı olmasın. Olur da indi həyatdır. Kimin ehtiyacı var? Gəlib bunu da insan bilə bilərik inşallah. Dostlar, mən kömək edənləri dua etməyi sizdən istəyirəm ki, kim bunu alır, kim bunu göndərir, kim əziyyət çəkir maddi mənəvi, həmin şəxsləri dua edin bu məhrəmlik ayında. Bu da İmam Hüseyin Esamidir inşallah.